İndi şübhə qalmır ki, həkimi də, ustanı da göz kosayla Seminar xanı uğurlayıblar. Necə? Uğurlayıblar? Yoxsa sen bunları okudun? Bəli, oxudum. Bu saat siz de okuyarsınız. Nar. Nar? Simnar? Bəli, Seminar. Qanlıdaş. Bu da qıfıl. Həkim demək istəyib ki, Seminar xan onu qanlı qalada zindana salıb. O ki qaldı usta, siz bilirsiniz ki, o Bozqaya kimi qorxulu bir yerə heç vaxt qolçaqsız, külüksüz getməzdi. Atı da, iti də burada qalıb. Yox, mətanəti də, onu da zorla aparıb. Düzdür. Ben bu saat Qanlı Qalaya gedirəm. Sədaqətli dostlarım, siz ki oranın yolunu yaxşı tanıyırsınız. Dayan Elşən, onların tanıdıkları yolda indi kosa minbir tilisim qurur. Mən səni Qanlı Qalıya heç kəsin tanımadığı gizli bir yolla aparacağım. Nihayet diyeceksen ya yok. Mənim adım Mətanətdir. Bunun mənasını ki bilirsən, mən sizə heç nə deməyəcəyəm. Diyeceksen. Kosa, bu möhtərəm həkimin dərman düzəldən əllərini daşa döndür. Hadi bir vuru bak. Bir şişe derman nedir ki adam onun üstünde bu kadar əzaba tab getirsin? Ben bilseydim diyerdim. Hamımızı da kurtarardım. Vur. Şimdi necə? Diyeceksen ya yok. Vur. De. Yoksa onun bütün bedenini daşa döndüreceğim. Dayan! Mətanət, həkim el dostu daşa döner, amma düşmənə sirr açmaz. Baxarıq. Kosa, bunu da daşa döndür. Görürsen bundan sonra ben de metanet kim olacağım. Korkmayacağım. Korkmuram senden. Nece? Mətanət, sən daşlar əritmək istəyirdin. Onlar sənin özünü daşa döndərdilər. Lakin o yaşayır və yaşayacaqdır. Onun haqqında nağıllar, əfsanələr düzələcək. Amma siz diri olsanız da daş kimi cansız və ölüsünüz. Mən sənin qarşında diz çökürəm qızım. Bundan sonra da onların bütün sorgu suallarına senin kimi daş olacak. Ömrün sonuna kadar da bu daş kafeste kalacaksan. Gedək.
Sən bu zəncirləri qır. Mən həkimi aparıb elə yerdə gizlədəcəyəm ki, quş da quşluğu ilə tapa bilməsin. Siz məni evimə aparın. Orada mənim dərmanlarım, kitablarım var. Arxayın ol, şeylərin hamısını yanına gətirəcəyik. Deyəsən gələn var. Kamran baba, sən tez Xallı ilə gəldiyimiz yoldan qayıt. Həkim babanı mən özüm qaçırdaram.